Ve değerli həmətələrim, dediğiniz kimi hiç bir vaxtda hayatı boyu olmayan şey, İlham Əliyevin başına gelmeyen şey dünən yox sırağa gün geldi. Avropa Birliği İlham Əliyevə əleyhinə qətnamə qəbul elədi. Bütün xalqı aldadılar ki, bu qətnaməni Qarabağ erməniləri buraxmırıq deyə, ermənilərin marağını təmin eləmirik deyə bu qətnaməni veriblər. Elə deyil. Orada 100 dənə punkt var, biri erməni punktudur. Bəli, erməniləri Paşinyan dedi, ermənilər çıxır, amma silahla, güllə boranla onları çıxartdılar. Çox şəhid verdik, onlardan da çox mülki insan öldü. Bu savaş suçuydu. Onlar çıxırdılar, Paşinyan da elan elədi, ordu yeritmeyin çıxırıq. Bu savaş suçuydu. Bunu Putin'in tapşırığıyla İlham Əliyev ona göre elədi ki, Qarabağ erməniləri Paşinyandan daha narazı olsun, ermənilər Paşinyanı çevirsin, değişsin. İster seçimlə alınmazsa da inqilabla. Nail ola bilmədilər. Sözüm ondan getmir, değerli həmətənlərim, əsas məsələ odur ki, Avropa, dünya Avropadan idarə olunur. Bütün eninde sonunda Trump da Avrupa'nın bayraq qaldırıb Avrupa'nın qabağında diz çöktü və çökəcək. Britaniya Avropa ilə birdir. Çin Avropa ilə ən yaxın ilişkilər qurur. Hindistan ən yaxın əlaqədədir. Avropa demokratik və barışçıl yoldan hər zaman öndə olub olacaq. Avropanın İlham Əliyevə qarşı qətnamə qəbul eləməsi, İlham Əliyev də bunun qarşılığında Milli Məclis bütün əlaqələri kəsməsi, bu İlham Əliyevin sonundan xəbər verir. Bu ondan xəbər verir ki, müharibə qutardı, İran müharibəsi. Böyük müharibə də olsa tez qutaracaq. İranda müharibə qutardı. Venezuela'dan neft alına bilər. Avropa artıq yaşıl enerji ilə və digər alternativ enerjilərlə özünü təmin etmək qabiliyyətinə malikdir. Əsas burada maraq neftin 100, 110, 120 dollar barajı aşmamasıydı. 100 dollarlık barajı aşmadı. Aşmadı 100 dollarlık barajı. Aşsa da kısa müddette aştı. Artık dünya görür ki İlhamın sonudur. Avropa İlhamı qırdı tulladı. Bu gündən başlayır Avropa ölkələri rəhbərləri Ermənistana gəlir. Sabahdan birinci gün Avropa Birliği ölkə rəhbərləri Ermənistanda sesiya keçirəcəklər, Aşpanın sesiyası. Ermənistanda keçirəcəklər. Bu nə deməkdir bilirsinizmi? Belə bir vaxtda İlham Əliyevə qətnamə qəbul eləmək, qətnamədə cəmi 467, burada yazmıram, təsəvvür edin, dəhşətli bir rəqəmlər var burada dostlar, inanın Allaha deyirəm. 571 Avropa parlamentaridən 476'sı İlhama qətnamənin lehinə səs veriblər. Cəmi 47'si əleyhinə səs verib. Cəmi 47'si. 48'i də bir tərəf qaldı, İlhamdan pul alanlardır, bir tərəf qaldı. Nə deməkdir bilirsinizmi? Bakın. Amerika qırdı tulladı, Amerikanı yarı yolda qoydular. Amerika hədəf aldı, Trump'ın en yaxın dostları, kongresmenlər və Washington'un meri İlhamı cinayətkar adlandırdı. Amerikanın zərbələri gəldi. Gəlməkdə davam edir. Avropa zaten elədiyini elədi, qətnaməni verdi, mələr qaldı. Dalına baxına. Adı buranı necə Milli Məclisə qərar verdi, nefti qaz dayandıracaqlar, demək ki Avropanın ehtiyacı yoxdur. İlhamın öz dediği sözdür. Azərbaycan qazı Avropanı 1% belə təmin edə bilmir. O kəmərdən keçən qaz kimin qazıdır? Kimin qazıdır? Hayır, bunu Avrupa'ya biz yadına salmışıq. O kəmərdən keçən qaz Rus qazı olsa da, Türkmenistan qazı olsa da, Qazaxıstan qazı olsa da, hamısı İngilisin kəmərindən gedir. And olsun Allaha deyirəm. O kəmər, Tanap layihəsi, Ceyhan kəməri hamısı Britaniyanındır. İlham ora qarışa bilməz. İlham ora qarışa bilməz. O kəmər onların dədə baba mülküdür. İlham oradan faiz alır, faiz. Keçən neftin qiymətinin faizini alır. İlham Əliyev də o kəmərə faiz verir. O kəmər dünyanın sahibi İngilisin kəməridir. O kəmərdən yenə qaz neft keçəcək. Duxu var bağlasın. Oradan Qazaxıstan nefti, Türkmenistan nefti. Kiminki keçəcək? Britaniyanınki keçəcək. O kəmər Britaniyanındır. Kim prezident olsa da dəxli yoxdur, İlhamın aidiyyəti yoxdur o kəmərə. Baxın, Avropa belə bir qətnamə qəbul elədi. Amerika çırpa-çırpa gəlir İlhamı. İsrailə xəyanət elədi. Güya oyun oynayıbmış. İsrail qırdı tulladı. Erdoğan salam vermir. Axırıncı dəfə yalvarıb. Yenə də nə çıxış eləməyə imkan verdilər, nə də Erdoğan qucaqlayıb kardeşim dedi. Dedi mi? Dedisə göstərin mənə. Demədi. Orada da əl-ələ tutdular. Rusiyaya görə Şahbaz Şərif Pakistanı rəhbəri, yəni bunu təhlil şərikdir bizdən. Şərikli əmlakçılar var, şirkətlər, holdinglər var. Yəni bunu bizim şərikdir də, bunu elə öldür ki, o zaman ala bilək. Rusiya artıq dərin devləti İlham Əliyevlə məşğul olmağa başlayıb. İran da nə deyir? Arası sökəcəm deyir. Birbaşa deyir, məhv eləyəcəyim. İlham Əliyev özünü itirdi, özünü batırdı. Bu savaşdan quş buraxan, bu savaşdan məğlub çıxan yalnız və yalnız İlham Əliyevdir. Prezident kimi, rəhbər kimi. Yəni bütün ortalığı atan, bu savaşın qurbanı mı deyin, bu savaşın peşkası mı deyin, bu savaşda çuşoy paxmel gedən İlham Əliyev oldu.